Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, Proparka deyilən ərazidə. Demək, hörmətli izləyicilər, haradasa 3 sota yaxın ərazidə inşa olunub. Evin arxasında da boş torpaq var. Ev geniş otaqlı evdir, amma evin təmirə ehtiyacı var. Bütün indi detallarla sizə nəzərdə çatdıracağım. Biləcəridə mərkəzi deyilən yerdə, nəmişlik olmayan ərazidə yerləşir, hündür bir yerdə yerləşir. Gördüyünüz kimi, bax, bura evin həyətyanı sahəsidir. Həyətyanı sahəsi, bax, bu hissəyə, həyətinə maşın daxil ola bilər, amma sadəcə ev sahibi əl qapısı qoyub, bax, buradan belə darvaza qoyub evə, həyətə maşın salmaq mümkündür. Gördüyünüz kimi, evin üstü belə həyət yanı sahəsi bağlıdır. Sanitar qovşağı ilə hamam evin içindədir, həyətindədir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Nə var, təqdimatda hamısını sizin nəzərinizə çatdıracağım. Burada hamam hissəsidir. Həyətyanı sahəsində oturmaq üçün yayda zətdə əlverişli bir ev sahibi üstün bağlayıb, şərait yaradıb. Sadəcə evin indi təmirə ehtiyac olan hissələri var. Yəni, gördüyünüz kimi, bax, burada ev sahibi həyətdə burada bir otaq yaradıb. Gördüyünüz kimi, bir otağı da buranın, hörmətli izləyicilər, yayda zətdə oturmaq üçün mətbəxi zadı bir otaqdır. Yəni, studiya kimi düzəldib. Arxasında da belə bir boş torpaq var, bax, belə. Toyuqcuca saxlayırlar. Ev qurqabı qoşadaşdan inşa olunub. Bunda nəzərinizə çatdırım, hörmətli izləyicilər. Keçən indi evin əsas içi ilə tanış olaq. Buradan bir daxil oluruq. Yəni, gedirik düz evin içindən. Bu aşağıdakı yayda zətdə oturmaq üçün bir otaqdır. Dincəlmək istirahət üçün harca nəzərdə tutmuş evdir. Keçən burada. O bir dənə bir şey nəzərinizə çatdırım. Bax, buranı o iki otağı artırıb, oradan bir dənə xod verib, buranı ayrıca ayırıb kirayə də vermək mümkün olar. Ayrıca bir də otağı ayırmaq, onu artırmaq olar. Bax, belə, bax, bu hissəni. Bir də otaq çəkirsiniz, bəri, iki otaq verib kirayə verə bilərsiniz, xodunu ayrıca vermək olar. Buranı da belə bölürsünüz, buranı da girişi ayrı olacaq. Yəni, mümkündür eləmək, hər formada mümkündür. Demək, hörmətli izləyicilər, girən kimi bura giriş hissəsidir. Girişdə, burada bir xolla. Xol hissəsidir. Gördüyünüz kimi xolu. Bu hissəsi yüngülvari biraz əl gəzdiriblər. Ev qoşadaşdır. Demək, bura, demək, hörmətli izləyicilər, qonaq otağıdır kimi sayılır, amma eni azdır. Qoyun siz nəzərinizə çatdırım, yəni burada nüanslar çoxdur. Demək, hörmətli izləyicilər, bax, bura bir otağın yeridir. Buranı aranı bölmək olar, bax, belə bir hissədən. Bir otağı bura vermək olar, ayrıca, dəhliz sistemi ilə. Bura qonaq otaq eləmək olar. Böyük bir otaq var, qonaq. Haradasa 4-dən çox enidir, 7 metrə yaxın uzunluğudur. Bura qonaq otaq eləmək olar. Yuxarı, bax, görürsünüz, bir dəfə sudamıb, amma düzəldiblər. Təmirsizdir, təmirə ehtiyac var. Yəni, bunu nəzərinizə çatdırım. Qiyməti də bunlar nəzərə alınıb. Yəni, bu ev təmir olsaydı, bax, olardı. Mən sonunda sizinlə qiyməti deyəcəm. Demək, gördünüz ki, bunu zal kimi nəzərə saxlamaq olar. Bax, bir otaq burada yaradırsınız. Yəni, uşaq otağı kimi istifadə eləmək olar. Hətta bir otaqda bura vermək olar. Baxın, bax, belə uşaq otağı kimi. Burada da bir dənə geniş yataq otağı var. Haradasa 4-ün 5-ə, 20 kvadratlı bir otaqdır. Hörmətli izləyicilər, gördüyünüz kimi evin pəncərələrindən tam rahat evin içinə işıq düşür. Həyətlə də maşın salmaq mümkündür. Sadəcə darvaza qoymaq lazımdır. Baxın, mən sizə hamısını izah elədim. Ev təmirsizdir, qoşadaşdır, qurqaboydur. Girəndə buranı bağlayırsınız, bir otaq burada eləyirsiniz. Dəhliz sistemi durur burada, qalır burada. Bir otaqda ora verirsiniz, 4 otağa çevirmək mümkündür. Bax, orada da bir dənə bir otaq verirsiniz. O başa dəhliz sistemi qalır burada, dəhlizdə geniş sayılır. Bir zal, bir yataq otağı da orada. 4 da əlavə 3 otaqda düzəltmək mümkündür. Yəni, bunu mən sizin nəzərinizə çatdırım ki, düşünməyin ki, ev balacadır ya, evin ölçüsünə görə böyükdür. Sadəcə burada proyektləri dəyişmək lazım ki, ev normasına salmaq lazımdır. Vəssalam. Evə də kosmetik xərc lazımdır, təmirə ehtiyac lazımdır. Bunlar hamısı nəzərə alınıb, yerinə görə mərkəzdədir. Yəni, nəzərə alınıb, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmanı köməklik göstərə bilərik. Sənəd qeydiyyat propiska ilə olacaq. Yəni, bunu da nəzərinizə çatdırım ki, köməklik göstərə bilərik. Qaz, su, işıq hamısı sınavcıza keçiləcək müştəri tərəfdən. Qalan işlərdə hamısını bizim yoluna qoyacaq sənədləri. Evin qiyməti də 87 min start qiymətdir. Yenə də endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Alıb kim istəyəcək, ürək istədiyi kimi bu evi
təmir eləyib ürək istədiyi kimi də yaxşı ev çıxarda bilərlər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.